Hə, qardaşlar, Azərbaycan Carfishing klubu Şamaxıdadır. Bu Azərbaycan Carfishing klubun çempionat qabağı turniridir. Çempionata hazırlıqdır. Öz səhvlərimizi görmək üçün, necə deyərlər, əksiklərimizi görmək üçün məşqlərə gəlmişik, sektorlara bölünmüşük. 6 sektor demək olar ki, bölünmüşük. Fikrimiz odur ki, çempionat qabağı əl vərdişi, sonra yeni bu gələn qardaşlar onların göstərmək yerində, təcrübəni yerində alsınlar deyənə tam qayda məşq eləməsən çempionat qazanmaq olmur. İlk öncə gərək biləsən, öyrənəsən, sonra idmançı olub çempionatı qazanasan. Gün ərzində sektorlara bölünəcək. Hər öz sektorunda yemləmədir, markirovkadır, distansadır, klipsəyə vurmaq. Bunlar hamı öz məşqlərini edəcəklər, əlləri yatsın deyənə. Gün ərzində bu çəkilişlərdən fraqment olaraq hamısından az-az da olsa bacaracaq ki, tam sizə anlaşılmalı olsun ki, burada çempionata hazırlıq necə gedir. Yarışa başlamaq üçün ilk öncə nöqtəmizi seçdik, necə deyirlər, distansamı seçdik, yem hazırlamaq lazımdır. Azərbaycanda yeni yemdir, biz də yoxlamaq fikri ilə bu dəfə istifadə eləmək fikrindəyik. Yəni, peva stik doldurucu atmaq üçün, bir də ki, belə spompla nöqtələri yedizdirmək üçün, yəni spompa dolduracaq yem hazırlayırıq. Yəni olan yemlərimiz də budur. Azərbaycana yeni gəlib, inşallah nəticəsini görərik. Axşamımız xeyir, carfishingçilər. Necə deyərlər, biz turniri başlamışıq. Biz sektorları gəzək dedik, görək gün ərzində sektor iştirakçıları, yarışmacılar nə eləyiblər. Bu turnirdir. Biz çempionata hazırlıq üçün təşkil edildiyimiz turnirdir. Əksiklərimizi görmək üçün, sektorlarda özümüzü necə hiss eləməliyik, nələr görməliyik, onları şey eləmək üçün hazırlıq gedir. Bu sektorumuzun birinci sektoraya bir yaxınlaşaq, bizim Xəyal qardaşımızdır. Bir görək bu günləri bu bizim sektorda öyrəndiklərindən nəyə istifadə edib? Hə, Xəyal? Sağ ol. Allah. Nətərdir vəziyyət? Daha gün ərzində ora-bura qaçıq qov. Distansa nə seçdin özünə? Yaxşıdır, 70-80 metr seçmişəm. Hə, Allah. Nə qədər yaxın işləsən, o qədər də sənin rahat olacaq. 60-am 4 dənə spinnikimizi 70-80 metr distansiyada. Peva stik. Bəli, peva stik. Peva stik, peva paket. Yəni ki, biz sizin özü əliniz öyrəksin. Yəni bunu işlədin ki, yəni sorum sabah çempionatda bu şey avtomatikləşsin. Yəni durub 3 saata onun düyününü vurmaq, onun nə bilim bağlamaq, əlində cırıldıb əl vərdiş eləsin deyənə. Necə göstərmişdiniz? Əla, əla, super. Pevastiklə 60-ıq, 70-80. İnşallah bu günlərə hələ ki balığımız olmayıb. Bu balıq nəyə görə? Biraz göl elə göldür ki, necə deyərlər, hərəkətli göldür. Katamaran sürürlər, nə biləm. Biz amma necə deyərlər, yemlərimizi qoymuşuq. İndi axşam sakitçiliyi, səhərə yaxın balığı gözləyirik. İndi sən də öz rejimini tut, yəni konkret balıq olmalıdır. Yəni bu göldə balıq var. Ona görə ki, indiyənə kimi bir 4 dənə balıq 8 kilo, 8 yarım, 7 yarım çıxartmışıq buradadır. Yəni ki, sənin səmtün, seçimin düzdür.
Bir dənə qalıb balığın gəlmək. Maşallah montajların əla, quruluş əla, hər şey ideal. Yəni carp fishing budur. Yəni bununla məşq eləmək lazımdır. Yəni çempion olmaq üçün tər tökmək lazımdır. Yəqin ki, biraz səbir göstərməliyik ki, Səbir olacaq. Mən deyirəm bir sektorları bir gəzim, nə qədər hava qaralmayıb, o şimdi uğurlar. çox sağ olun. Bu da mənimlə Faiq operatorumuzun sektoru. Adama 2 çubuq. Demək olar ki, nə üçün? Həm göstərmək üçün bu təlimdə mən neyi nə cür eləyirəm, necə olmalıdır, onu göstərmək üçün. Həm də bizim Faiq qardaşımız da yeni qoşulub bizə carp fishingçi olmaq istəyir. Necə deyirlər, carp fishingin ilk addımlarını atır. İnşallah onu da öyrədəcəyik. 2 çubuq onun, 2 çubuq mənim. Spompumuz məsafə 90 metr. Yəni yemlənmə aparılıb. Sabah səhər bir də təkrar yemlənmə olacaq. Gecənin yemlənməsi aparılıb. Bu yeni spompdur. Yəni bundan ola bilsin ki, görməmisiniz. Yəni bunun atış, dolduruş görəcəksiniz. Yəni videolarımızda olacaq inşallah. Yəni burada olanlar gördülər. Yəni məşqə gələnlər onu hər kəs gördü. Botumuz burada gölü araşdırmaq üçün, yəni dərinlikləri bilmək üçün, yəni birdən də əsirliklər olar, ilişmə olar, balıq hardasa bir yerə taxılar. Yəni gedib çıxartmağa ki, balıq ölməsin, zərər verməyək. Carp fishingin ilk qaydası nədir? Balığı təhlükəsiz çıxartmaq və təhlükəsizlik ona zərər vermədən suya buraxmaq. Ona görə bu ilk qaydalardan biridir. Saçokumuz hazır vəziyyətdə, yəni balıq buradan həmən ayaq altında olmasın burada. Bizim yəni sektorda olacaq vacib şeylərdən biri matımızdır. Balığı saçokla sudan çıxartdıqdan sonra bura gətiririk. Burada balığı qırmaqdan azad edirik. Çantaya qoyuruq, çantayla suya buraxırıq. Öz vaxtını gözləyir. Hakimlər gəlsin, çəkini alsınlar. Sizin blanklarınıza məsələn yazılsın ki, məsələn sizin sektor bu kiloda, bu saatda hansı balığı çıxardıb. Çantamız burada, kombinzonumuz burada, matımız burada. Yəni bax, sektora giriş budur. Yəni sektorda olacaq vacibiyyətlər budur. Çanta, kombinzon, mat, çubuqlarımız, yedizdirmək üçün spompumuz hazır vəziyyətdə. Bax, əsaslar bunlardır. Yəni yarışın əsas avadanlıqları bunlardır.
Bugünkü yemləmə bitdi. Gecə yemləməsi bitdi. İndi gecə vuruşları olma ehtimalımız var. Balığın vurma ehtimalı hər an var. Ona görə gözləyirik. İnşallah səhər saat 4-ə qədər vuruş olmasa, hər kəs öz seçdiyi distansiyaları, seçdiyi mövqeləri yedizdirəcək. Yəni ki, gözləyə görək nə olur. Digər sektorlarımızda inşallah sabah səhər 4 üçün yemləmə vaxtı seçdikləri distansiyanı görmək və atışlarını görmək üçün səhər saat 4-də inşallah o bir sektorlarda gəzib onlar haqqında da danışacağıq. Sektorları dünəndən gəzirik, bir sektorlara baş çəkirik. Kim balıqçılarımız, idmançılarımız görək nə cür taktika seçiblər, nə cür balıq tuturlar. Bir baxaq görək ki, nə ediblər. İndi Əhməd Carp Fishing idmançımızın yanına yaxınlaşaq. Əhməd. Salamünaleyküm, salam edirəm hər birinizə. Bizim necə deyərlər, həm idarə heyətindədir Əhməd qardaşımız, həm də ki Carp Fishing-i yeni qoşulduğu üçün necə deyərlər, tam o Carp Fishing-ə həvəsi olan, tam belə Carp Fishing-ilə məşğul olmaq istəyən idmançı kimi tam həvəslə öz məharətini göstərir. Dünəndən dayanmadan işləyir. Buranın o necə deyərlər, bu yerə keçmək üçün biraz əziyyəti də oldu yol açmaqda. Onun adını da qoymuşuq Əhməd yol. Əhməd yolu, Əhmədin yolu. Əhməd, neynədin? Nə distansı seçimisən? Təxmini distansiyam 60-70 metrdir. 70 metrəni yemləmişəm. 2 gündə inşallah gözləyirik balığımızın vuruşunu. İnşallah. Mən bilən ki, olacaq. Ona görə ki, dünəndən eləyirik, necə deyərlər, hər sektor çalışır. İndi o demək deyil, balıq burada yoxdur, ya biz neysə düz eləmirik. Burada həmişə bir sözü nədir? Biz əlimizdən gələni eləyirik, yerdə qalan balığın nastroyenisi bilmirik. Atmosfer təzyiq ona təsir eləyir. Yoxsa necə deyərlər, suda nəsə problem olur. Olur da, məsələn, ot gül açır, hansısa bir qoxu iyi verir, yəni həmin o iydən balıq qaçır, hansısa bir küncə çəkilir, yemlənmir, yəni olmur, yəni gözləmək. Bizimki nədir? Balıqçılığın ilk qaydası səbir. Əlbəttə ki, səbir. Biz əlimizdən gələni eləyirik, tam professional, sən də dəstəbi düzəltmirsən, hər şeyin ideal. Distansiyada da işləyə bilirsən, yemləməvi də gördüm, hər şey əla. O, əsas odur ki, həvəs olsun və bacarıq olsun. Yəni ki, onu məşqlərlə də bunu hər dəfə o nətər deyərlər təkmilləşdirəcək inşallah. Sağ olun dostlar. Allah hamının balığını yetirsin. Gedək növbəti sektorumuza. Vüqar Ustanın sektorudur. Qocaman Carp Fishingçi, nətər deyərlər. Bu Carp Fishing klubu yaranan gündən yanımızda olan, bizə dəstək olan, nətər deyərlər, əziyyətimizi çəkən, həm klub idarə heyətinin müavinlərindəndir, idarə heyətindəndir, həm də ki, bizim necə deyərlər, qocaman Carp Fishingçimizdir, ağsaqqalımızdır. Usta, nə eləmirsən? Sən hansı distansan işləyirsən? Səbirlə gözləyirik. Var bir 30, 40, 50 var. Bir 30 var, bu da 50 var. Əla. Hələ dünəndən sizdə də vuruş olmadı. 2 dəfə olub, məndə 2 dəfə papilyovka olub, amma götürmür. Əhməddə də olub. İndi nə bilim, belə də hələ ki biraz müəmma qalıb bizim üçün. Bir sutkanın tamamıdır. Mənə elə gəlir, yem çoxdur burada, həddindən artıq. Təbii yemi, balığın təbii yemi də çoxdur. var, plus bu gələnlər də çox yemləyir deyə balığa bir o qədər ola bilər. Ola bilsin ki, diri yemlərə daha üstünlük verir burada, nəinki boylulara, pop-uplara. İndi ən azından siz keçən dəfəki səfərimizdən
nəticə almışdınız. Hə, Qabaqlarla. nəticəmiz var. Bizə bugünkü özün də bilirsən ki, Bu yenə bu də bizim çempionat üçün qabağı turnirlərdir. turnirdir, yəni məşqdir bu. məşqdir bizim üçün, bəli. Bu əleyhsizliklərimizi görmək üçündür. Necə deyirlər, çempionata hazırlıqdır. Dünəndən bu günə də bəzi şeylər öyrəndik, bəzi şeyləri təkrarladıq. Yəni ki, bu bizə lazım idi. Hər ayda bir dəfə ta çempionata qədər də ola bilsin ki, yəni sentyabr ayına qədər bizim bir çempionatımız oldu. Ona qədər hər ay belə bir turnirlər təşkil edəcəyik ki, həm gələ bilməyən, bir dəfə gələ bilməyən gələn dəfə gələ bilsin. Bilmədiklərini öyrənsinlər. Evet. Yəni əsas bu cavan bizə qoşulan kartfishingçilərdən, həvəsçilərdən, uşaqlar məsələn bu günlər yenilərdən Pərvin var. Yenilərdən sonra oğlu Əhmədin oğlu Əli var. Sonra İbrahim var. Yəni bu belədir ki, hər dəfə sıralarımız artır. Artıq. Necə deyərlər? Uğurlarınız bol Karfishing olsun. inşallah da ki bir Azərbaycanda inkişaf Hə. eləyər, kartfishingdə gənc nəsildə bir örnək olsun. İndi məsəl üçün bax külək gətirib kulokdur. İndi bax buranı yığışdırıb təmizləyib biz gedəndə həm təmizliyinə, həm necə deyərlər, balığa olan belə necə deyim, münasibət, xırda balıqları buraxmaq, kürlü balıqları maksimum dərəcədə buraxmaq. Yəni bu bizim özümüz üçündür. Çünki gələcəkdə də gələndə yenə də nəsə balıq tuta bilək. Bu bizim xeyrimizədir. İnşallah da ki Nizam müəllimin, Nizam qardaşın, müəllim demə. Nizam qardaşın təşəbbüsü ilə çox gözəl bir təşəbbüsdür bu. Gələcək nəslə də bir nümunədir. İnşallah bir yerdə. İnşallah. Necə deyərlər usta uğurlar. Sağ ol, sağ ol. Sağ ol. Allah balığını versin. Sağ ol, Bizlər də belə çox deyirlər. Sağ ol, sağ ol. Qardaşlar, bir sektorumuz daha. Bu sektorda da Pərvin qardaşımızdır. Onun yeri bura biraz nətər deyərlər, hər sektor ideal olmur. Bu sektorda da bu öz məharətini göstərməlidir. Yəni gərək yaxınlaşaq görək Pərvin qardaşımız nə edib burada. Hoş gəlmisiniz, hoş Ya gəlmisiniz. Allah. Hoş gəlmisiniz. Azərbaycan Kartfishing Klubunun yeni üyələrindən biridir. Necə deyərlər, həvəsi var kartfishingə. Nətər deyərlər, tam güc irəli işləyir maşallah. Neynədin? Sən nə distansa seçdin burada? 20-30 metr məsafədir. Oranı yemləmişəm. Həm də Vəssalam. 60-am spinniklər gözləyirdim inşallah. Allah balığını versin. Qardaş da deyəsən Əhmədin oğludur, tələbə götürmüsən. Tələbə götürmüsən. Dostumun yanıma. oğludur. Yeni başçı bu da, həvəskardır. Bu da bir sektor. Yəni sektor şeyi budur. Palatkovuz burada, stolumuz burada. Sektorlarda əslinə qalanda indi biz bir tək-tək bölüşmüşük, amma sektorlarda 2-2 olunacaq. Ona görə ki, biri yatanda, biri oyaq olmalıdır. Əgər çubuqlar sudadırsa, yatmaq olmaz. Yəni bir nəfər hər zaman ayıq olmalıdır. Ona görə, yəni indi nətər deyərlər, məşqlərdir, öyrənirik. Çempionatda inşallah o sektorlarda özümüzü necə aparacağıq, nətər olmalıdır, qanunlar, qaydalar nədir, onları təkrarlayırıq. Ona görə ki, bunları eləməliyik ki, inşallah çempionatımızdır. Çempionatda görək, necə deyərlər, güclü olan qazansın. İnşallah. Düzdür. Allah. Sağ olun. Heç nə, gedirik Turalın qardaşımızın sektoruna, görək Turalı nə eləyib, ona da baş çəkək. Tural, sən nə elədin? Hansı distansanı götürmüsən? 80-100 metr arasını işlədim. PV paketlə, PV-stiklə. PV paket, PV stik, okey. Vuruş almadıq, amma davam edirik, görək inşallah. Bu, yəni də ona görə bu balıqçılıq, biz onsuz da bu günləri bütün sektorları gəzdik. Demək olar ki, sektorlarda çoxunda bu vəziyyətdir. Onsuz da hərə öz üsulu ilə hazırladığı yemlərdən istifadə edir. Mən məsələn bir cür yem istifadə edirəm, bir firmanın yerini istifadə edirəm. Tural öz tanıdığı, bildiyi ya özü düzəltdiyi yemdən istifadə edir.
Məsələn, Vüqar usta başqa. İndi hər sektor yemi sərbəst qoymuşuq. Yəni hərə öz inandığı, bildiyi yemlə işləyir. Bu sektorların deməli hamısında hələ ki bu gün saat 11-dir, bazar günü ikinci sutkamız tamam olub. Yəni ikinci sutka hələ ki balığımız yoxdur. Belə şeylər olur. Həm də bu fikirləşərək ki, göl biraz ölçüsünə görə balaca göldür, idman gölü deyil. Yəni balığın çoxluq təşkil etdiyi bir göl deyil. Yəni biz birinci dəfədə də deyil bu gölə gəlirik. Turalın özü ilə də iki dəfə bu göldə olmuşuq. Yəni belə şeylər olur. Balıq olan gündə olur, olmayan da gün olur. O balıqçının günahıdır. Balıqçı əlindən gəldiyi, bacarığı nədirsə, istəyir yem cəhətdən, istəyir distansa cəhətdən hər şeyi yoxlayırıq. Yəni olmayanda olmur. Yəni hələ ki ümidimizi kəsmirik. Baza bir varımız da, hardasa bir 6-7 saatımız hələ var. Tural qardaşımıza da uğurlar. Mən bilən ki, Tural bəlkə öz sözün bu turnirimiz haqqında idarə heyətindəsən. Necə deyərlər, bir öz fikri bildirginə. Cənab sədr, sən demiş. Balıqçı öz bacardığı hər bir şey eləyir. Əvvəlcədən təcrübədən keçirdiyimiz, inandığımız yemlərlə, inandığımız üsullarla, inandığımız montajlarla nə bilirik eləmişik. Yerdə qalan qismət... Əlbəttə ki, orası elədir. Orası elədir. O, nətər deyərlər, balıqlı olsun. Görək sizdən nə çıxır. Qardaşlar, sonuncu sektorumuz Emil qardaşımızın necə deyərlər, Azərbaycan Carpfisher klubunun idarə heyətində 5 kişidən biri də Emildir. Özü də ki, çox qocaman balıqçıdır, professional balıqçıdır. Necə deyərlər, ilk gündən Azərbaycan Carpfishingin yanındadır. Biz, necə deyərlər, bu Carpfishing klubunu birgə yaratdıq. Birgə gedirik, Azərbaycan üçün yaratdıq, birgə gedirik, xeyrisinə gedirik ki, inşallah Azərbaycanda da Carpfishing inkişaf eləsin. Emil də bu günləri bir sektorda oturdu, yəni ki, öz məharəti ilə, öz şeylə, hələ ki balığımız yoxdur, günorta saat 11-dir. Qabaqda 5-6 saatımız var, umudumuzu itirmirik. İnşallah da ki, olar bu veriş tam belə turnir, tam şeyi ilə tamamlanar. Gələn turniri fikirləşərik elə yerdə olsun ki, biraz balıq bolluğu olsun. Emil qardaşımız da bu 2 günün şeyindən danışsın ki, İndi məsəl üçün belə deyim, Nizam, balıq olmadı, amma başqa səndən, Vüqar ustadan yeni bir şeylər öyrəndik. Hava toxunub bağlanmasına, yeni bir pop-up gördük. Məsəl üçün, adı elə Hüseynin verdiyi o pop-up, görürsən, iydəyə də oxşatdıq, nə bilim. Digər bir şey, zeytuna da oxşuyur. Yəni iyi də yemişik. Yəni o da var. Hər gəlişdə balıq tutacam deyə bir anlayış da yoxdur. Elə bir reallıq da yoxdur. Bu təbiətdir. Demək olar ki, Carpfishing 2 şeyi birləşdirir. İstirahət, yəni camping və fishing. Yəni ki, biz həm kemping həyatını yaşayırıq, palatkalarımızla, öz yatağımız, nə bilim filanımız, yemək bişirməyimiz, hər şey belə bir şey, mədəni istirahət və balıqçılıq. Bizim də ki, balıqçılıq növü idman balıqçılıq növüdür. Biz, necə deyərlər, yəni bizim klubun devizi həmişə olduğu ki, yaşat ki, gələcək nəsil yaşasın. Biz bunun üçün çalışırıq. Valla biz burada onu istəyirik ki, gələcəkdə bizim övladlarımız da bu balıqdan, balığı necə tutmaqdan, olmağından bəhrələnsinlər. Həm də ki, elə dünyada yarışlar keçirilir. Orada iştirakçı. Əlbəttə ki, biz idmançı yetişdirmək şeyindəyik. Niyə də bizdə yox? Bizdə də o Azərbaycanda da olması lazım. Göllərimiz var, çaylarımız var, hansında ki, bu sadəcə olaraq bir balaca insanların nəfsində, insafına, nə deyim, o da kömək gəlsinlər ki, bunu
saxlaya bilsinlər də. Qırdım, dağıtdım, hə, atdım 10 dənə çıxdı, xeyr, o deyil. Yəni bacardığımız qədər brakonyerliklə də mübarizə aparırıq. Yəni tor atmalar, necə deyərlər, tok vurmalar, bunlarla da mübarizə aparırıq. Amma əlimizdən gəldiyi qədər, biz çalışırıq, bax, gəldiyimiz yerin təmizliyidir, gəldiyimiz yerin, necə deyərlər, ziyan verməmək, ağac qırmamaq, suya zibil atmamaq, hansısa məsələn kənar maddələrin suya atmamaq. Yəni bu qədər. Bizə o deməyimiz odur ki, həm idman, həm balıqçılıq, həm istirahətdən, hər şeydən mədəni üsulu nətər olur, biz onu təbliğ eləmək istəyirik. Bu bizim görüşümüzdə 2 dənə gənc balıqçılar da var. Bu illəri, bax, indi bu turnirimizdə 2 dənə, biri 15 yaşındadır, o birisi də deyirsən 15-16 yaşındadır. Təzə qoşulublar, maraq var. Qoşulublar, maraq var. İnşallah da ki, biz gənclər yesin. Salonlarında o da normaldır, o da o, amma da aşırı yox. Orada vaxt keçirdiyinə, o şoalanmanın içində oturduğuna gəl, təbiətdir, təmiz havadır, gecəsi. Elədir ki, var. Sərin hava. Tam razı, yəni buna çalışmaq lazımdır. Qəfil yağış da yağa bilər, hər şey ola bilər. Bu cür gözəllikdir, hər bir tərəfi dağların ortasında bir gölün ətrafında. Təbii ki, PlayStation-dan gözəl bir yerdir. Burada tək balıq tutmaq da həyatı da dərk edə bilir. İnsan baxırsan ki, bu təbiəti Allah Teala yaradıbsa, yaradıbsa bunun qeydinə qalmaq lazımdır, bunu qorumaq lazımdır. Vay o günə ki, bizim borcumuz bunu təbliğ eləmək, göstərmək. Bəli. Qalır onların o insafına, vicdanına. Necə deyərlər, hələ ki balıq yoxdur, uğurlar rast gələn ki. balıqlı olsun. Hə, ola. Bir dənə belə edeyim. Salam verim ora. Hə. Mən göndərdim, Morz əlifba şeyindən, yazışması ilə göndərdim ora. İnşallah olar. Turnirimiz başa çatdı. 2 sutka, tam 2 sutka yarış elədik. Trening, yəni məşq fikri ilə çempionata hazırlıq idi bu. Əksiklərimizi görmək üçün, necə deyərlər, səhvlərimizi görmək üçün və yeni tələbələrimiz var idi. Onlar öyrənsinlər, onlara sektorda necə olmalıdır, sektorda hansı hərəkətlər olmalıdır, nə qadağandır. Bunlar haqqında öz aramızda söhbətlərimizi elədik, bir-birimizi başa saldıq, bilənlər bilməyənləri öyrətdilər. Bunlar hamısı inşallah gələcəkdə olan çempionatımıza hazırlıqdır. İnşallah da ki, bizim çempionatımız baş tutar. Biz bu çempionatı ilk olaraq Azərbaycanda keçirmiş olaraq. İndiki hazırda da yəni ki, balıqçılığımız tamamlandı. Malzəmələrimizi toplayırıq. Yəni özünüz də görürsünüz, hər yeri belə şey. Malzəmə toplandıqdan sonra ərazinin təmizliyi, 3 kisə zibil göndərdi bir qardaşla. Yerdə qalan zibili də özümüz çıxanda özümüzlə götürəcəyik. Bacarın təbiəti təmiz saxlayın. Yaşatın ki, gələcək nəsil yaşasın.